Başlamazdan əvvəl sizdən bir xahişim olacaq. Telefonunuzu açın, kronometrəni qoşun. Çünki hal-hazırda yeni bir rekord qırmaq üçün yox, özümüzü test etmək üçün edəcəyik. Videonun sonuna kimi fikrimizin dağındığı ilk hissəni qeyd edəcəyik. 20 saniyə sonra, 1 dəqiqə sonra, yoxsa 20 dəqiqə videonun sonuna kimi davam edə biləcəyikmi? Hal-hazırda danışacağımız mövzu çox insan üçün əhəmiyyətli olmaya bilər. Amma bu mövzu həyatımızın böyük bir hissəsini əhatə edir. Öyrənmək, dəyişmək, özünü yenidən qurmaq. Çox insan zənn edir ki, uğurlu insanların sadəcə xüsusi bir istedadı olur. Məsələn, Einstein, Mozart, Isaac Newton kimi. Amma tarixə baxdığımızda mənalı bir şey görürük. Çox insanın xüsusi istedadı yalnızca onun ağıllı olması və yaxud anadan olan kimi, yəni bu zəkanın ona verilməsi deyil. Sadəcə bu xüsusiyyət onların bir mövzunun üzərində uzun qalmağıdır, onu araşdırmağıdır. Xüsusi istedad yalnızca oyun başlanğıcında sizə üstünlük verə bilər, amma davamlı oyunu qazandırır. İki insan fikirləşin, hər ikisinin planları və məqsədləri var, hər ikisinin xüsusi bir istedadı ola bilir. Amma birinci insan gündəlik 3-4 saat mövzu üzərində çalışır, kitab oxuyur, amma digər insan isə günün bütün hissəsini TikTokda və Instagramda keçirir. Bir ilin sonunda həm birinci insan işində peşəkar olur və daha üstün yerlərə çıxa bilir, amma ikinci insan yalnız Instagramda və TikTokda qalır. Yəni gününün yenə də bir il əvvəl olduğu kimi yenə də TikTokda və Instagram izləyərək vaxtını keçirilir. Bəs sizcə iki insan arasındakı fərq nədir? Zəka fərqi? Yox. İradə? Yəni tam olaraq yox. Əsas fərq onların beyinlərinin necə istifadə etdiyidir. Beyin haqqında məktəbdə öyrətmədikləri şeyləri öyrədəcəyik. Yəni bugün dəyişmək istədiyiniz hər şeyi, pulu, yeni bir dil öyrənmə bacarığı, karyera, bunların hardan başlandığını öyrədəcəyik beyinlə. So how do we learn? And why do some of us learn things more easily than others? So as I was mentioned, I'm Dr. Laura Boyd. I'm a brain researcher here at the University of British Columbia. And these are the questions that fascinate me. So brain research is one of the great frontiers in the understanding of human physiology, and also in the consideration of what makes us who we are. It's an amazing time to be a brain researcher, and I would argue to you that I have the most interesting job in the world. What we know about the brain is changing at a breathtaking pace. And much of what we thought we knew and understood about the brain turns out to be not true or incomplete. Now, some of these misconceptions are more obvious than others. For example, we used to think that after childhood, the brain really could not change. And it turns out that nothing could be farther from the truth. Another misconception about the brain is that you only use parts of it at any given time and silent when you do nothing. Well, this is also untrue. It turns out that even when you're at rest and thinking of nothing, your brain is highly active. So it's been advances in technology such as MRI has allowed us to make these and many other important discoveries. And perhaps the most exciting, the most interesting and transformative of these discoveries is that every time you learn a new fact or skill, you change your brain. It's something we call neuroplasticity. So as little as 25 years ago, we thought that after about puberty, the only changes that took place in the brain were negative. The loss of brain cells with aging, the result of damage, like a stroke. And then studies began to show remarkable amounts of reorganization in the adult brain. And the ensuing research has shown us that all of our behaviors change our brain. That these changes are not limited by age. It's good news, right? And in fact, they're taking place all the time. And very importantly, brain reorganization helps to support recovery after you damage your brain. The key to each of these changes is neuroplasticity. Beynimiz daşlayır. Təbii ki, beynimiz dəyişə bilir. Amma çox insan bunu təsdiqləmir.
deyir ki, məsələn, insan doğulduğu andan öldüyü ana kimi eyni zəka ilə gedir. Amma məsələn, riyaziyyatı bilmirsənsə, deməli bilmirsən. Dizayn bacarığın yoxdursa, deməli dizayn edə bilməyəcəksən. İngilis dili bilə bilmirsənsə, deməli onu öyrənmə bacarığın yoxdur. Amma bu doğru deyil, yəni elm bunu təsdiqləmir. Nevroloq Lara Boyd beyin haqqında uzun araşdırmalar etdiyindən sonra yeni bir fikri ortaya sürdü. Beyin dəyişir. Məsələn, gitara çalırsan, beyin dəyişir. TikToka baxırsan, beyin dəyişir. Riyaziyyat edirsən, beyin dəyişir. Yəni hər etdiyin işdə beyin onu götürməyə çalışır. Yəni amma maraqlı şey də var ki, beyin yaxşı və pis şeylər arasında fərq qoymur. Yəni nə edirsənsə hər şeyi beyin götürə bilir. Məsələn, daha çox fokuslanma ehtimalın varsa, yəni fokuslanma qabiliyyətin çoxalır. Amma diqqət dağınıklığı daha çox edirsənsə, diqqət dağınıklıq bacarığın da daha çox çoxalır. Yəni ki, beyin heç bir şey arasında fərq qoymur. Beyni idman etdirmənin ən yaxşı yolu diqqətdir. Çox insan deyir ki, mənim diqqətim yoxdur, mən tənbələm, mən iradəm yoxdur, amma bu yanlış fikirdir. Çünki sən dünyanın ən böyük şirkətləri ilə yarışırsan. Hansı şirkətlər? iPhone, Samsung, Redmi kimi şirkətlərlə sən yarışdasan. Yəni sən telefonu istifadə etməyi daha yaxşı bilməlisən. Çünki niyə? Bizim diqqətimiz ən çox telefonda qalır. Hətta bizim diqqətimiz sayəsində bu şirkətlər daha çox pul qazana bilir. Məsələn, biz bir videoya baxmaq istəyirik, sonra digər videoya baxırıq, yenidən təzədən bir videoya baxırıq və belə-belə bizim saatlarımız daha çox ziyan olur. Yəni bizim diqqətimiz məhv olub gedə bilir. Sən hər gün beyninə səs verirsən. İndi sual budur, beyindən necə istifadə etməliyik? I went to a scientific school, MIT, and in fraternity, when you first join, they try to keep you from being, if you think you're smart, from being feeling that you're too smart, by giving you what look like simple questions to try to figure out what actually happens. And it's like training for imagination, you know. It's kind of fun, and I thought I'd tell you some of them that I remember. I learned them. Of course, once you learn them, the next time somebody comes along with this wonderful puzzle, you look at them kind of quietly, you wait 2 or 3 seconds or 5 seconds to show that you were thinking, and then you come up with this answer to astonish your friends. But the fact was, of course, that you were trained by your fraternity brothers as to how to answer these things early on. One of the questions we got was the problem about the mirror. It's an old problem. You look in a mirror, and let's say you part your hair on the right side, and you look in the mirror, and the image has got its hair part on the left side. So the image is left to right mixed up. It's not top and bottom mixed up, because the top of the head of the image is up there at the top, and the bottom of the feet is at the bottom. And the question is, how does a mirror know to get the left and right mixed up and not the up and down? You get a better idea of the problem if you think of lying down and looking at the mirror. All right, your hair is still on the left side, and now the left and right was the up and down, whereas the up and down, which look okay, was the right and left before. And the mirror somehow figured out what you're going to do when you're looking at it. So to describe in a sort of symmetrical way what a mirror does, that it doesn't look lopsided, that it takes left and mixes it up with right, and it doesn't do the same with up and down. And after a lot of fiddling, I knew we worked out the answer to that one. You see, if you wave this hand, then the hand in the mirror that waves is right opposite it. The hand on the east is the hand on the east, and the hand on the west is the hand on the west, and the head that's up is up, and the feet that are down are down. Everything's really all right. But what's wrong is if this is north, your nose is to the north of the back of your head, but in the image, the nose is to the south of the back of the head. So what happens really in the image is neither the right nor left mixed up with the top and bottom, but the front and back have been reversed. You see that, which is the nose on the thing is on the wrong side of the head, if you want to. All right? Now, ordinarily, when we think of the image, we think of it as another person. And we think of the normal way that a person would get into that condition over there. It's a psychological thing. We don't think of the idea that the person has been squashed and pushed backwards, forwards with his nose and his head, because that's not what ordinarily happens to people. A person gets to look like he looks in the mirror by walking around and facing you. And because people, when they walk around, don't turn their head for their feet, we leave that part alone,
But they get their right and left hands swung about, you see, when they turn around. And so we say that it's left and right interchanged. But really, the symmetrical way, it's along the axis of the mirror that things get interchanged. Well, that's kind of an easy one. A harder one, and very entertaining, was what keeps a train on the track? Bəs beyni necə yaxşı öyrədə bilərik? Sən bir kitabı oxuyursan və o kitabı əgər insanlara öyrədə bilmirsənsə, deməli o kitabı yaxşı oxumamısan deməkdir və öyrənə bilməmisən deməkdir. Bunu fizik Raymond Richard yeni bir öyrənmə taktikası genişlətmişdir. Məsələn, sən kitabı oxuyursan, onu yenə öyrətməyə çalışırsan, öyrədərkən etdiyin səhvləri görürsən, o səhvlər üzərində yenə çalışırsan və yenidən öyrədirsən. Yəni bu fizik Richard Raymond'un yeni bir öyrənmə taktikasıdır. Now, as we know, the brain is enormously complex, but we can simplify its operation into two fundamentally different modes. The first is what I'll call the focus mode. And the focus mode is just like it sounds like. You turn your attention to something and boom, it's on. But the second mode is a little different. It's a relaxed set of neural states that I'll call the diffuse mode. It's a number of resting states. And so it seems that when you're learning, you're going back and forth between these two different modes. Now, how can we better understand these modes? Through analogy. And what we're going to use is a pinball machine analogy. And you all know how pinballs work. You just pull back on the plunger and the ball goes boinking out and bounces around on the rubber bumpers, and that's how you get points. So what we're going to do is we're going to take this pinball and we're going to put it right on your brain, right? So there it is. There's the pinball machine on your brain. And if you look, this is the analogy for the focus mode. And when you're learning, you're often thinking tightly as you're focusing on something. It involves thoughts you're somewhat familiar with, perhaps historical patterns, or you're familiar with the multiplication table. So you think a thought and it takes off and moves along smoothly, pretty much along the pathways that you've already laid. But what if the thought you're thinking is actually a new thought, a new concept, a new technique that you've never thought of before? Well, that's symbolized by this new pattern towards the bottom of the pinball machine metaphor. To get to this new place, I mean, at least sort of metaphorically speaking, look at all the rubber bumpers that are in the way. How can you even get there? You need a different way of thinking, a new perspective in a sense, and that's provided here by the diffuse mode. Look at how far apart those rubber bumpers are from one another. When you think a thought, it takes off and it can range very widely as you're attempting to come up with some new ideas. So you can't do the careful focused thinking that you can in the focus mode, but you can at least get to the place you need to be in to grapple with these new ideas. So the bottom line for all of us out of this is this. When you're learning, you want to go back and forth between these modes. And if you find yourself, as you're focusing in on something, trying to learn a new concept or solve a problem, and you get stuck, you want to turn your attention away from that problem and allow the diffuse modes, those resting states, to do their work in the background. Barbara Oakley, öyrənmək üçün yeni bir taktika yaradan ikinci insan haqqında danışmaq istəyirəm sizə. O deyir ki, beynin iki cür düşünmə rejimi var. Fokus rejim və yayılmış düşüncə rejimidir. Fokus rejim təbii ki, oturursan, olduğun yerdə neçə saatlarla mövzu üzərində çalışırsan. Amma düşüncə yayılmış rejimi gəzərkən, düşünərkən və yaxud duşda düşünərkən və budur. Yəni bu da bizə göstərir ki, beyin dayanmır, beynin arxa hissəsi yenidən çalışmağa davam edir. Yaxşı, indi bütün öyrəndiklərimizi eyni bir hissədə cəmləyək. Məsələn, gitarı öyrənə bilmə üçün bir metod çıxaraq. Bu metod Grove metodudur. Ground mühitini seç, reduce bacarıqlarını böl, observe
özünü test et, work, hər gün işlə. Çox insan gitar öyrənməyə belə başlayır. Gitaranı necə tez öyrənim? Amma düzgün sual budur. Özümü öyrənə biləcəyim ən yaxşı mühit necə ola bilər? Gitara gözün qabağında olmalıdır, plan hazır olmalıdır, vaxtın müəyyən olmalıdır və mühitini düzgün şəkildə seçməlisən. Məsələn, gitara yeni başlayırsansa, mühitin sakit olmalıdır, çünki öz səsini seçməlisən. Bir insan gitaraya baxır və deyir, mən gitara çalmağı bir gündə öyrənə bilərəm. Yəni, bu çox böyükdür. Beyin böyük və qeyri-müəyyən tapşırıqlardan qaçır və hər zaman tapşırıqlarını böl. Bugün akord, sabah barmaq hərəkətləri, sonra ritm, sonra mahnının bir hissəsi, yəni böyük dağlar kiçik daşlara çevir. İndi isə özünü test etməlisən. Nə qədər inkişaf etdin, nə vaxt diqqətini dağıldı, nə səni saxladı. Buna görə əvvəl dediyin kronometr vacibdir. Çünki ölçmədiyin şeyi inkişaf etdirə bilmərsən. Və ən vacib isə dahi olmaq bir dəfə böyük iş görmək deyil. Hər gün kiçik iş təkrarlamaqdır. 5 dəqiqə, 10 dəqiqə, 30 dəqiqə, amma davamlı. Çünki beyin təkrara cavab verir. İndi geriyə baxaq. Videoda nələr öyrəndik? Beyin daş deyil və o dəyişir. Öyrənmək üçün diqqətimiz çox olmalıdır və sistem qurmalıyıq. Mühiti yarat, bacarıqlarını böl, özünü test et və hər gün işlə. Və bunun sayəsində biz kiçik qərarlar vasitəsilə daha böyük uğurlar yarada bilərik. Unutma, sən doğulduğun beyin deyilsən, sən sonra yaratdığın beyin olacaqsan.